Hansı bənd? Düz. Hər bir dəfə desin. Daha az var. Aç. Hava yaxşı olsa, yaxşı olsa, mən çimərliyə gedəcəm. Gələcək zaman Thanks. Thanks. Hadice, say please. Hansı bənd? B bəndi fit. Thanks. Zeynep, say your answer. Çünkü deyir ki, maşın garajın içindədir. Birində içində mənasını verir, ona görə. Thanks. Do you like this test? Zeynep, say please. Bugün biz 50 toplu testdən çox bölüşünü təşkil zamanlar haqqında olan testləri daha çox bəyəndik. Thanks. Hadice, say please. Söz öğrenmenin işlenme yerinde daha derinden öğrendik. Say please. Kestiğimiz present perfect zamanını daha derinden öğrendik. Say please your answer. Türkçe isimlerin müstesna konularını teşkil olduk. Thanks. Zeynep, say your answer. Düzgün variantı seçin testləri mükəmməl idi. Thanks. Hey. Anlamın bölmesi çok maraklıydı. Thanks. Thank you very much. Ramal, say please. Anlamlarınızda göre test projeleri test olsaydı çok maraklı olurdu. Thanks. Zeynep, say please. Dəstəklərimizdə yeni sözlərin tərcüməsi Azərbaycan dilində verilsəydi, biz şagirdlərin öyrənməsi üçün daha mükəmməl olardı. Thanks. Say please. Mesajlarımızda metinler bölmesi sık olur. Her bölmede maraklı şeyler olsa daha maraklı olurdu. Thank you very much. Zeynep, say please. Xarici dil öyrənmək istəyən şagirdlər üçün əlavə məşğələ saatlarının olmasını arzu edirik. Thank you very much.